Axşamınız xeyirli olsun, hörmətli BSF Radiosunun dinləyiciləri və tamaşaçıları xoş gördük sizləri axşama doğru. 18 aprel saatlarımız o 9:01 göstərərkən mikrofon önündə mənəm sizin aparıcınız Bicərin təqdimatında hərfən 5 günün təbii ki, məşhurların vaxtında bugün də bizim çox gözəl dostumuz və belə deyək ki, Azərbaycanda tanınmış rehber ustası Anar Nalbazın. Anar, hoş gəlsən. Çox sağ ol, abi, BSF Radiosu. Təşəkkür ederim. Necəsən qardaş? Sağ ol, mənə gəldi. Özünü necə istəyirsən bizim studiyamızda? Çox süper. Mən deyim ki, birincisi qardaş yanındayım. Səninlə bizim virtual da olsa qardaşlığımız var. Bəli. Bu günləri virtual bir reallığa çevrilir, görüşməyimiz və bu inşallah ki, daha böyük studiyalara, daha böyük inşallah işlərə imza atasınız. Mən inanıyorum ki, bunlar da olacaq Allah versə, həyat inşallah imkan versin. Və çox şadam, əziz qardaşım. Yəni, sən çox pozitiv bir insansan. Ümumiyyətlə, etdiyin işlərlə, ümumiyyətlə, həyatda göstərdiyin, həyata qarşı gəldiyin sinəylə, ümumiyyətlə, ona görə bunlar hamısı insanlarımızın özünə örnek olmalıdır. Və bu günləri sənə studiyada olmalı, əlbəttə böyük bir şərəfdir. Təşəkkür ederim, Allah razı olsun, çox sağ olun. Dəyərli dinləyicimiz, Anar Nalbaza təbii ki, suallarınız varsa SMS onların xidmətimiz aktivdir, SMS-lərinizi yazıb göndərə bilərsiniz. Anar Nalbaz kimdir? Öz haqqında bir məlumat versin bizim dinləyicilərimizə. Anar Nalbaz sadə, sıravi bir insan. Ona şübhəm yoxdur. Və hansı ki, özü də özünü bu həyatda tapmaq istəyən və çalışan ki, belə deyək ki, bu həyata gəlməyinin məqsədini ümumiyyətlə tapmaq. Ümumiyyətlə, bunları artıq şübhəsiz ki, bir çox şeyləri yaşımıza görə dərk eləmişik. Birinci növbədə əlbəttə ailədir, vətəndir. Bu, belə amallar var ki, onlar danılmazdır, onlar keçilməzdir. Və onlardan sonra şübhəsiz ki, artıq özünün həyat yolunu, yəni ki, müəyyən etməyi və nə qədər çətin olsa da o yolu deməli getmək lazımdır. Və şübhəsiz bu yolda dostlarsız mümkün deyil. Bu yolda ümumiyyətlə hər addım ümumiyyətlə insanda yüz ölçülü bir biçilir. Və uzun sözün qısası, əgər nağılbaz kimi əgər soruşursansa, nağılbaz kimi. Bəli, nağılbaz ümumiyyətlə, baxın bizə. Nağılbaz kimdirsə, mən deyim, bu sadəcə olaraq bir 25 ildir refren, belə deyək ki, rap musiqisinin köləsinə çevrilmiş, əvvəl yəni bir hobbi kimi başlayan, daha sonra artıq onun deməli artan ordumuzun, artan bu rapçilərimizin, qardaşlarının köməyinə çatmaq, imdadına çatmaq istəyən bir, belə deyək ki, orta yaşlı bir gənc. Deməli ki, növbəti sualımıza keçmək istəyirəm. Anar bəy, deməli, necə oldu bu sənətə gəldiniz, bu yoxsa bir istedaddır? Şübhəsiz, bilirsinizmi, həyatda amma bəzən olur ki, istedad özü də, mən deyim sizə, boş yerdən olmur. Həyatda müxtəlif belə hadisələrlə rastlaşmışam. Mənim bir dostum var, hal-hazırda da var. Allah imamı kamil eləsin, Hamid bəy, namaz qılan qardaşdır. Əlşən Həmidov, məşhur, 90-cı illərin çox məşhur bir oxuyanı idi. Onun bir çox məşhur bir manisi var idi, Samirə manisi var idi. Və bu adam, deməli, 90-cı illərdə Qarabağ, birinci Qarabağ döyüşlərində minaya düşmüşdü və orada, deməli, qabırğasının ikisini itirmişdi. Və ondan sonra bunda gözəl səs əmələ gəlmişdi. Çox maraqlı bir faktdır. Və ondan sonra həqiqətən çox gözəl olan belə zəngülələri falan bu. Yəni, heç bir müəllimin yanına getmədən və ümumiyyətlə bu Allah-Allah'ın vergisi. Yəni, bir tərəfdən itirməklə, o bir tərəfdən bu insan başqa şey əldə eləmişdi, qazanmışdı. Və çox məşhur da oldu, musiqi, deməli, ondan sonra musiqi savadında artırdı və hal-hazırda da Bakının
bəzi şadlıq saraylarında bir müğənni kimi hərdən fəaliyyət göstərir. İndi hal-hazırda yəni dəqiq yanında. Və keçilməsi növbət sualımıza. Ana, ümumiyyətlə belə deyək ki, ekranlardan bir an yuxarı çıxdınız. Səbəb nədir? Valla səbəbləri əvvəl xoşlayırdım. Həm özümə araşdırdım, həm dostlarla bölüşüm ki, bəlkə bir məsləhət sual tapım. Artıq mənə elə gəlir ki, o səbəb araşdırmalarına keçibdir. Və çünki hamıdır saat indi elə bir zamanda yaşayırıq ki, şübhəsiz ölkəmiz inkişaf edir bir tərəfdən, yəni ki, yaxşı işlər çoxdur. Amma məsələn, şübhəsiz, yəni bizim kimi bəzi insanlar da məsələn, Allahsız qalır, biraz çətinlik qarşısında qalır və yəni ki, həmişə getdiyi yolla gedə bilmir və məcbur olub artıq başqa sahələrə, başqa işlərə üst tuturlarsa ki, o sahələrlə əlbəttə insan deyir, öz ürəyi istəyən sahədə çalışmayanda xoşbəxtçiliyi əldə etmək. Hal-hazırda elə bir dövr yaşayırıq. Amma şükürlüdür, şübhəsiz şükürlüdür. Yəni Afrikaya baxanda, başqa geri qalmış ölkələrə, taxtaq altında qalmış ölkələrə baxanda. Tam razıyım, bəli. Və nağılbaz kimi qalasınız da inşallah. Bu sizin nikliniz də, səhv eləmirəmsə. Estağfurullah, nik sözdə bizdə indilər çıxıb. Mən nağılbaz ləqəb götürəndə elə ləqəb idi. Və səhnə təxəllüsü idi, daha doğrusu. Mən səhnə təxəllüsü kimi götürmüşdüm. Yəni, belə çöldə, bazada yenə də məni indi hal-hazırda da anar kimi tanıyırlar, anar kimi müraciət edirlər və mənə belə xoşdur. Amma nağılbaz sırf səhnə təxəllüsü, sırf belə deyək ki, mahnılarda o ifaçılıq tərzini götürdüyü təxəllüsdür. Və artıq belə də tanıyırlarsa, niyə də olmasın? Arada bir şübhəsiz fikir var idi, bəlkə hansısa bir həyat tərzini, çünki bir neçə dəfə dəyişikdir. Təxəllüsü necə götürdünüz? Təxəllüsün götürülmə tarixi uzundur. Yəni ki, mən uşaqlıqdan nağıllar yazmışam, çox çap olmuşam. Və ətrafımda belə, yəni, böyük insanlar, böyük isimlər görmüşəm. Bəxtiyar Vahabzadə, Süleyman Rüstəm, bu kimi insanlarla yanında söhbətlərinin təmasında olmuşam, kiçik uşaq kimi və hətta evlərinə gedib gəlmişəm, məsələn, əllərini sıxmışam. Bunlar özü mənə böyük stimul verir. Bəyənmişim və Məmməd Aslanı qeyd etmək istədim, Məmməd İsmail, Məmməd Aras, bu kimi gözəl... Bəs niyə nağılbaz? Mənim deməli, birinci növbədə, deməli, o Pioner jurnalında o vaxt çap olunanda yazılarımın, nağıllarımın öncəsində Məmməd Aslan, orada adı qeyd edildi ki, Məmməd Aslan yazır, amma Məmməd Aslanın qeydləri idi, 2-3 cümlə ilə hər dəfə mənə qeydlər edirdi. Ananın nağıl dünyası, ananın nağıl gecəsi və mən nağıllar, hekayələr yazırım. Yəqin ki, bunun böyük bir mənə təsiri olub yaradıcılığıma. Amma sonralar şübhəsiz ki, artıq 15-16 yaşında oxumağa artıq başlayarkən və o zaman artıq mən təxəllüs seçimi qarşısındaydım. Açığı fikirləşirdim, Anar yazar, Anar Rizvanoğlu, Anar nə bilim, tutaq ki, belə fikirləşirdim bu şeyləri, fikirləşirdim. Hətta Anar Xırdalanlı, mən çünki uşaqlığım Xırdalandan keçirdim. Ona da fikirləşirdim. Amma və bunlar çox təsadüf nəticəsində, bilmirəm nə kitab idi açıqdır. Və o sözü axtarırdım, o sözü çox axtardım. Yadıma gəlir ki, haradasa bəlkə bir həftə, 2 həftə və qabağında da konsertimiz var idi, axtarırdım. Bir həftə, 2 həftə, bəlkə yalan olmasın, bir ay o sözü axtarmışam ki, təxəllüsüm nə olsun, ilk səhnə çıxışımdır, böyük səhnəyə çıxışımdır və həmin o sözü orada kitablardan birində tapdım. Nağılbaz baba. Kimsə orada nəsə bir şey var. Nağılbaz baba. Və o nağılbaz sözü nəsə tutdu məni.
Yəni ki, əvvəl fikirləşdim. Onu da ki, yaraşır sizə. Həqiqətən. Təşəkkür edirəm. Nə, illər keçdikcə bilirsinizmi? İnsan artıq o illər hər şeyi yerinə oturur. Hər şey, əslində həm də o öz əməllərindir, yəni də öz işlərindir. Sən özünü necə göstərəcəksən, necə özünü sınayacaqsan. Və ondan sonra o təxəllüslər hamısı boş yerlərdir. Onlar yenə də... Təbii ki. Yox, niyə yəni belə deyim ki, çox adam məsəl üçün sizi ana nağılbaz deyə tanıyırlar. Məsələn, deyək ki, ana filan kəsur. Tanımayacaqlar istər-istəməz. Amma tərəddüsdə təbii ki, tanıyacaqlar. Şübhəsi, hətta bir ara bir müddət, məsəl üçün deyim, sanırdım da öz təxəllüsümdən ki, məsəl üçün, insan var, tutaq ki, gelirsən, familiyalı adlı deyirsən, qapı açırsan, hansısa bir yerə bir iş dalımcı gedirsən filan. Mən məsəl üçün gəlirəm, bilirəm, bir familiyamı deyəndə bilirəm, bunları qəbul edəməyəcək. Bəli. Çünki gidiblər mənə təxəllüsmü. Bəli. Amma təxəllüsmü deyən kimi qəbul edən, amma o təxəllüsü də çox istər-istəməz, utanaraq, biraz aslan, sakit şəkildə ana kim o? Sağ olun. Ben çift bir reklam sonra derhal stüdyoya vereceğim. Hürmetli dinleyicilerimiz, bugün akşama doğru verişin konağı bizim dostumuz, kardeşimiz ve sade bir insan, ana nağılmazdır. Ve bizim söhbətlərimiz devam edəcək. Hələ ki biz 8 dəqiqə sizlərlə birlikdik. Gəlsin gözəl ödəyib, az sonra yine stüdyomuza verelim. Əziz dinləyicilərimiz, xalq artisi Brilliant Dadaşov var və təbii ki, ana nağılmazdan büyük şəklində bir gözəl reklam olası və SMS-ləri keçid almaq üçün SMS-lərimiz var və bizə Ülker Şərif Baba yazıb, 67-dən bizə yazır. Salam Bəstəvəm ailəsi və dinləyiciləri dəyərli qonağımızda xoş gəldiniz. Təşəkkür ederim. Teşekkür ederim. Aytən xanım yazıb, axşamınız xeyirli olsun Agil bəy, sizi salamlayıram. Mən Binə qəsəbəsindən sizi dinləyirəm. Çox gözəl qonaq dəvət etmişsiniz. Azərbaycanda öz sözünü deyən ilk və ustad reper Anar bəy. Teşekkür ederim xanım. Allah sizin canınızı sağ olsun. Aykır xanım yazıb, bizə salamlayıram. Bestəvəm Azərbaycanı və gözəl qonağımız Anar Nağılbazı da salamlayıram. Həqiqətən də Anar Nağılbaz çok vaxtı neyse ekranlarda görmürük. Allah ona can sağlığı versin. Həqiqətən də onun belə deyək ki, ana və onun təbii ki, ləqəbi də ona çox yaraşır. Çox sağ olun. Bəhnüz bizə yazır, Nərman oldu. Axşamınız xeyirli olsun Agil bəy, sizi salamlayırıq və gözəl sənətkarımızı da salamlayırıq, Anar bəyi də salamlayırıq. Çox təşəkkür edirəm ki, belə ustadları Anar bəyə dəvət edirsiniz və biz Anar bəyi görmək istəyirik. Sabı təbii ki, dəyərli dinləyicilərimiz artıq bizdə görə bilərsiniz, televiziya vasitələrlə bizdə görə bilərsiniz. Sadəcə Bestəvəmaz'a girəndə təbii ki, orada play bıraksınız və bizi də hətta dinləyib və görə də bilərsiniz. Artıqca görüntü də var bizdə inşallah. Odur ki, suallarınızı qonağımıza yönəldə bilərsiniz. Və Günlərə xanım yazır. Axşamınız xeyirli olsun Agil bəy, hər kəsi salamlayıram. İlk öncə dinləyicilərimizi salamlayıram və qonağımızı salamlayıram. Və Anar bəyə də çoxlu salamlarımı göndərirəm. Yaşasın Anar bəy kimi ustadlarımız. Yaşasın Azərbaycanımız, yaşasın bizim gözəl insanlarımız, yaşasın Bəstəfəm, Agil bəy. Teşekkür ederim. Və sponsorlara keçmək istəyirəm. Hörmətli dinləyicilərimiz, bizim baş sponsorlarımız Oğuzhan Şadlıq Sarayı. Deməli, Oğuzhan Şadlıq Sarayı 200 nəfərdən 400 nəfərə qədər adam sayı tutulurdu. Təbii ki, qızıl zinniyyət əşyalar da var. Və hətta deyim ki, bağ ayı da var. Oğuzhan Şadlıq Sarayıda memnunun qiyməti başlayır 27 manatda 74 manata qədər. İstədiyin, belə ki, personal xidmətinizdə də, qulluğunuzda da hazırdır. Oğuzhan Şadlıq Sarayı yerləşir. Bakı şəhəri 8 Zinkön, Süleyman Axundov küçəsi 10A-da Azadlıq metrosu yaxınlığı. Telefon nömrələri 055-201-0147, 055-492-31-82. Təşəkkürlər Oğuzhan Şadlıq Sarayı'nın növbəti spor. Bağ ayı varsa mənə bilənmək də var. Mütləq, Ahmet Bey, mütləq. Gələ bir xanım tapılmayı təzim edirəm. Bax, tamam. Və növbəti sponsorumuz InDesign Reklam Design Qrup şirkətidir. Vizkart, plastik kart, kukilet, flare, kitab, dizayn, fincan, qələm, köynək, papaq, baner, vinil, rolo, piketan, üzərində çap, laminasiya A3, A4 formatında kreativ dizayn xidmətləri, kartriz dolgu, prom çap, yüksək keyfiyyətli çap, mətni 20 tərcümə, Bakı şəhərində çatdırma pulsuzdur. Telefon nömrələri 055-711-844, 050-340-77-26. Təşəkkürlər InDesign Reklam şirkətinə və növbəti sponsorumuz gəlir. Çinlər Xına evi, dəyərli dinləyicilərimiz, təbii ki, bizim çiftliklərimizə aid Anar bəy, kim ki tez ailə qursa, Çinlər Xına evi, hətta belə deyək ki,
hər kəsin cibinə görə hərəkət edir. Çillər Xına evi. İnşallah övlad var. Mən belə görəm, buradan evlənib çıxacağım. İnşallah. Hörmətli dinləyicilərimiz, hər kəsin cibinə görə, büdcəsinə görə Çillər Xına evinə zəng vurub özlərini məlumat alsanız daha şad olaraq telefon nömrələri 051 836 93 71 055 388 02 76 Çillər Xına evinə təşəkkürümüzü bildirir ki, sabah növbəti sualımıza. Və növbəti sualımız isə Anar bəy, bilirəm ki, evlisiniz. Yəni bu sualı sizə verməyəcəm, çünki bu subaylara aiddir. Yəni belə deyək ki, subaylar deyir ki, sevdiyiniz var mı? Təbii ki, sevdiyiniz var, Allah xoşbəxt eləsin, yanınızdadır. Yaxşı, ki, növbəti sualımıza, sizcə ailə nə deməkdir? Bunu siz daha yaxşı bilərsiniz, çünki siz ailəyə görə tutasısınız. Nədən ailə? Ailə gəlmişdir ki, keçdiyin hər bir sınavda, hər bir çətin anda yanında olan, səni heç vaxt aldatmayacaq, hər dəfə səni başa düşəcək, səninlə, yəni biz yaxşı, çünki artıq bilirsiniz, bizim, məsəl üçün, bəzilərimiz qınayırlar, deyirlər, babalarımız, nənələrimiz deyə çox erkən evlənirdilər. Və bugünkü mən bir çox dəyərləri açığı bəyənmirəm. Bir çox dəyərləri bəyənmirəm və bəzən də özümü də qınayıram ki, bu demokratiya yolunda ilk belə addımları atanlardan biri olmuşam. Çünki ilk, mən elə özü ümumiyyətlə demokratiya daşıyıcısıdır və əlini şirin, ilk alternativ rəqnəmçin boyu deməli mən başlamışam. Yəni, o tənqidlər filan və demokratiya addımlar, həm istər bütün sahələrdə və istərsə də məişətdə, cəmiyyətdə bərabər hüquqlardan söhbət açmışam. Amma mən görürəm ki, həqiqət budur ki, insanlar həqiqətən də heç vaxt hamısı bir ola bilməz. Və cəmiyyətdə həmçinin hər bir sahə bir-biri ilə uyğunlaşa bilməz. Yəni ki, bunlar vacibdir və demək istədiyim odur ki, uzun sözün qısası sadəcə olaraq bir-birini başa düşmə prinsipi olmalıdır və bir-birini anlama, bir-birini yola vermə yox, həqiqi anlama və o yolda bir-birinə dəstək olmaq prinsipi olmalıdır. Və ona görə mən erkən ailə quran ailələri mən daha dəstəkləyirəm ki, çünki onlar daha erkəndən bir-birləri ilə artıq bir-birinin xasiyyətini uzun illərlə götürürlər. Belə. Çox təəssüf indiki zamanda biraz ailə qurma prinsipləri gec başa gəlir. Mən özüm də biraz yaşa baxanda 32 yaşında ailə qurmuşam. Bugün gözəl 2 evladım var. Onlarla fəxr edirəm. Allah bütün evladları saxlasın. Evlad deyərkən, Anar bəy, istəyirsiniz mi evladlarınızla? İkisi də oğlan deyil, yoxsa biri qız, biri oğlan? Bir oğlan, bir qız. Allah saxlasın. Kötü oğlunuzdan. İstəyirsiniz mi ki, evladınız oğlan sizin sənəti davam eləsin? Rekçi olsun bir sözlə. Valla bilirsiniz, o da zamanından asılıdır. Mən güman eləmirəm ki, onun zamanında rep məsələn yəqin ki qalacaq, olacaq, amma ki məsəl üçün bizim zamanımızda, bizim gənclik dövrümüzdə rock musiqisi artıq zirvədə idi, artıq onun pik nöqtəsində idi. Öyle çox yeniyetmə gənc bir başlanğıc idi. Və bu günləri başqa deməli mənzərəni görürük. Artıq şübhəsiz ki, rock musiqi arxa planda və rap musiqi zirvəsini artıq keçib və o da artıq o qocalıq dövrünə artıq qədəm qoyur. Düz də Azərbaycanda hələ də gəncdir, çünki gənclər bununla məşğul olurlar. Amma çox təəssüf edirəm ki, biz ortaya bir yerə getirmişik. Bunun da bir səbəbləri var, çünki mən buna da çox normal baxıram.
rap musiqisi Azərbaycanın milli yemi deyil. Bizim milli yemimiz muğamdır, meyxanadır. Bizim milli yemimiz, məsəl üçün, artıq 70 il bir yerdə yaşadığımız, Ruslardan götürdüyümüz şansondur. Və bu kimi musiqilərdir. Amma rapin deməli, yaşı Azərbaycanda cəmi 25 ildir. 25 ildir və bu 25 ildə şübhəsiz abi, bəlkə bir 2000-də rap oxuyan var Azərbaycanda, həm olub, keçənlərlə bir yerdə görməsək. Sadəcə olaraq bunun yəni milli yem kimi onu nəzərdə tuturam ki, bizdə bunun qazanc mənbəyini klublardan qırağa, klublarımız da bir elə çox deyil bizdə. Bura şərq dünyasıdır, şərq ölkəsidir və şübhəsiz mən bununla da tam razıyam ki, biz də özümüzü gələk şərq prinsiplərinə uyğun aparaq və bunu illərlə mən bunu artıq görmüşəm. Allah ailələrin canını sağ eləsin. Amin. Növbət suala keçmək istəyirəm. Anır bəy, bildiyimizə görə məlumatımız var ki, Brilliant Adaşoğlu'nun düet ortağıydınız. Niyə davam etmədiniz? Səbəb nədir? Mənim səbirsizliyimdən alır. Mən biraz çox səbirsiz insan olmuşam, həmişə həyatım boyu. Və o səbirsizliyimin nəticəsində həyatda bir çox şeyləri belə küləyə vermişəm. Məsələn, o dövrdə Brilliant xanım mənə çox deyirdi ki, Anar, biz etdiyi duetləri partladı artıq, yəni ki, bizi istəyirlər toylara, məclislərə, artıq yəni ki, pul tökülüb ayaqlarımızın altına bunları yığmaq lazımdır, xəzəl, pul xəzəli var. Mən deyim, xeyr, Brilliant xanım, musiqisi toylarda ola bilməz, olmamalıdır. Və mən bu şəkildə qəbul edirdim, mən bunu klub musiqisi kimi həmişə qəbul etmişəm. Və indi artıq, amma bir neçə illər sonra artıq, yəni mən şübhəsiz peşman olmuşam da, təəssüf etmişəm ki, yəni ki... Yenidən döyətmə imkanı var mı, Anar bəy? Şübhəsiz, bilirsiniz, su gələn arxa həmişə gəlir. Bir də gəlir, həmişə gəlir. Və istedad da elə bir şeydir ki, yəni bu artıq həm də... Həvəs qalır mı sizdə, həvəs? Həvəs də var, şübhəsiz. Həvəsi bilirsiniz necə? Həvəsi biz insanlardan, belə deyək ki, cırmaqlayırıq, götürürük. Bəli, tam razıyam. Və ətrafımızda pozitiv insanlar olanda, şübhəsiz ki, hətta, belə deyim, qeyri-pozitiv insanlardan pessimist notlara köklənirsən, onda da bir hansısa bir şedevrlər yaranır. Çünki bəzi o lirik mahnılar, bəzi o insanların ürəklərini ağrıdan mahnılar həmin o məqamlarda yaranır. Amma şübhəsiz ki, daha çox gənclərdir, gənclər də pozitivliyə köklənir, həyatları hələ qabaqdadır. Onlar üçün şübhəsiz ki, daha çox pozitiv işlər yaratmaq lazımdır ki, onlar həyatlarında bir sonra deməsinlər ki, atalarımız, babalarımız bizə üçün deyildirlər. Və keçsələr SMS-lərimizə Ülker Şərifova yazıb bizə, qonağınıza sualım var. Anar Nağılbaz, bugünkü səhnəmizdə davamçısı varmı? Ülker xanım, təşəkkür edirəm sualınıza görə. Davamçı yox, daha artıq deyərdim var. Çünki bugün özündə çox güclü isimlər, yəni öz sözünü, yəni nağılmazsız belə demiş isimlər var və onlar hər birinin özünün arxasında bir dinləyici ordusu var. Yəni, bu adları mən çox sadalıyaram, birini deyərəm, o birisinin adı, məsələn, inciyərlər. Bunların adları onlarlardır. Heç məndən də yaxşı siz bilirsiniz bunları. Və hətta Google-da filan Azərbaycan rapi filan belə yazsanız, bugünkü isimlər daha çox çıxacaqlar ortaya. Şübhəsiz var. Səfa Nağıyeva yazıb bizə, axşamınız xeyir, Aqil bəy, sizi və Bestəqim ailəsini salamlarım. Bir müddət sizi dinləyə bilmədim. Bilirəm, səhətində problem olduğuna görə Allah şəfa versin. Sizi yenidən dinləməyə şad oldum. Anar bəyə də salamlarım, xoş gəldiniz. Səhətdə problem var.
xanımın səhətində problem var idi. Hə, xanım. Səfa xanım, bəli. Allah şəfasını versin. Amin inşallah. Anar bəy adlı yazır bizə. Salamlayıram adaşımı, xoş gəlibdir Anar bəy. Həqiqətən də Anar bəy biz çox istəyirik. Abil bəy, biz onu həmişə nəinki səhnələrdə, ekranlarda görmək istəyirik. Həqiqətən o cür sənətkarlarımıza qiymət vermək lazımdır və Anar bəy o cür olsun ki, səsi nəinki əməkdar artist, xalq artisti adını işləyir. İnşallah mən inanıram ki, Anar bəy o zirvələrə qalxacaq. Təşəkkür edirik. Məmməd bəy yazıb bizə, Binəqədi şəhərini yazıb ki, Binəqədi şəhəri yazıb, amma Binəqədi şəhəri yox, Binəqədilər bizə yazıb. Gördür. Salamlayıram hər kəsi, Anar bəy də salamlayıram. Anar bəy çox gözəl insandır, Arbil bəy çox sadə bir insandır. Anar bəyə sualım var. Anar bəy, siz toylara gedəndə elə olubmu ki, qiymətlə razılaşırsınız, yoxsa imtina etmişsiniz? Yəni, əksinə, məndə həqiqətən belə şey olmur. Çünki mənə tanıyan dostlar, qardaşlar bilirlər ki, hətta pulsuz da olsa belə, mən yəni ki, bir insanın ürəyini sındırmaq qadirində deyiləm. Çünki mənim üçün birinci sənət göstəricidir və şübhəsiz ki, orada bilirəm ki, gəlib öz sənətimi göstərərkən, məsələn, indi tutaq ki, bu toyda pulsuz çıxış edirəmsə də, orada hər hansı bir dostun, qardaşın toyunda, sabahsı gün, məsəl üçün, evlatlarının toyuna dəvət ala bilər. Yəni, heç o da olmasın, bilirsizmi, yəni, həyatda qalan xatirələrdir, həyatda qalan belə xoş ünsiyyətlərdir, münasibətlərdir. Yəni, mən çox bir işimlə çox razıyam ki, heç nəyi pula bağlamamışam. Çünki mən həyatda pula bağlasaydım, mənim şübhəsiz ki, təyyarələrim də var idi, hər şeyim var idi. Çünki məndə olan şanslar, imkanlar heç, məsələn, deyim, hala 30 il səhnədə olan, 50 il səhnədə olan insanlarda oldu bəlkə də. Yəni, məndə həqiqətən şanslar çox böyük olub, çox güclü olub. Sadəcə olaraq, o şansların bir çoxundan həm özüm imtina eləmişəm, həm belə, yəni ki, yəni bu yolu seçmişəm. Və SMS-ə keçsəlmək istəyirəm, Şahzadə adlı dinləyicimiz yazıb, nə gözəl adı var, Şahzadə xanım yazıb bizə. Axşamınız xeyirli olsun, radyo əhli, Anar bəyi salamlayıram. Və Anar bəyə sual edirəm. Anar bəy, bu dəqiqə repliklər içində rəqabət kimi görür öz arasında? Öz arasında, yəni mənim... Və sonra yazır ki, Anar bəyin Elşad Hüseynlə deyəsən arası yoxdur. Hə, o mənada deyirsə, bilirsiniz, xanım, mən sizə belə deyim də, mən Elşad Hüseynlə çox bəyəndiyim, yəni ki, istədiyim rəpçidir, yəni sənətçidir, yəni bu sahədə. Və hətta deyərdim ki, yəni Azərbaycan rəp sənətində, məsəl üçün, tək isimdən gedəndə, məsələn, birinci Nağılmaz fikrə gəlirsə, ikinci Hökmən Elşad Xosa gəlir. Və yəni qruplar olub düşməsiz, Dəyirman qrupu, Savaş qrupu filan belə. Amma yəni ki, Elşad Xosa həm də belə deyək ki, hip-hop mədəniyyətinə uyğun geyimlərlə və ona uyğun, məsəl üçün, daha çox belə parti musiqiləri ilə daha çox yadda qalıb, onun yəni keçirdiyi özünün partilər və məsəl üçün bizim yadımızdadır və Bakı şəhərində, istərsə də Azərbaycanın müxtəlif istirahət güşələrində keçirdiyi partilər həmişə dinləyicilərin ürəyincə olur. Və amma o ki qaldı belə, yəni ki, biz bilirsinizmi, xahiş edən bizi, məsəl üçün, rəqabət sırasına qatmayasınız. Biz artıq orta yaşdan yuxarı dövrə artıq qədəm qoymuşuq və ona görə biz gənclərimizin hamısını dəstəkləyirik. Ancaq biz sırf onların yanındayıq, hər bir addımda, işlərində və bu şəkildə. SMS-lər var, Ülkər Şərifov bir daha təşəkkür edirik ki, bizə təşəkkür səmimi cavaba görə. Ancaq məncə sırf sizin üslubda replik yoxdur bugünkü səhnəmizdə. Siz təkrar olunmaz olaraq qalacaqsınız, Anar bəy.
Çox sağ ol. Budur Ülkə xanımızı. Bəli. Ülkə xanım, çox təşəkkür edirəm Ülkə xanım, amma yəni, mən sırf yəni ki, azda bir dərs xətt seçmək üçün çalışmamışam. Sadəcə olaraq şübhəsiz ki, o qərb mədəniyyətini Azərbaycan mədəniyyətinə, bizim şəhər mədəniyyətinə uyğunlaşdırır və öz yolumu seçmişəm və bu yolda nəsə edə bilmişəmsə, yenə də bunlar sizin gözünüzün qabağındadır. Təşəkkür ederim. Sahil bəy bizə yazır, axşamınız xeyirli olsun, Adil bəy salamlayıram hər kəsi. İlk öncə Anar bəy salamlamaq istəyirəm. Anar bəy, mən bir kənə buradan demək istəyirəm ki, Anar bəy, siz tək və yeyicsiniz. Allah sizdən razı olsun, qardaşım. Təşəkkür ederim. Allah köməyiniz olsun. Və Anar bəy, 2 saat bir dəqiqədə, hayatdan sonra yenə studiyamıza. Hörmətli dinləyicilərimiz, axşama doğru verilişində saatlarımız 19:36-nı göstərir və biz isə keçək bir gözəlliklə yenə studiyamıza veririk. Bəli, əziz dinləyicilərimiz, verilişimiz davam edir. Saatlarımız 19:46-nı göstərir. Mən isə SMS-ləri keçirmək istəyirəm. Səfər Ağayev yazır ki, Anar bəyə sualım var. Bu sənətə necə gəldiniz? Bəyək bunu biz başdan təqdim edirik. Səfər xanım, üzrdə hesab edeyim. Və başqa sualınız varsa, başqa sualınızı yazıb göndərə bilərsiniz. Elnura Aslanova yazır. Bizə salam Adil bəy necəsiniz? Qulağınızı Anar bəyə salamlayıram. Çox sağ olun. Xoş gəlibdir. Uşaqlıqdan onu çox istəyirəm. Həyat dolu qəlbi var. Hərə bir nömrə bir və geçdir. Anar bəyə uğurlar və can sağlığı arzulayıram. Anar bəydən xahiş edirəm. Nəhayət ki, nə nağıldır, nə hekayə. Nağıldır, bax burada ayardı yazmıyor. Nə nağıldır, nə hekayə. Mahnısını ifa etsin, çox ürəyin yatan ifadır. Burada daha bu xanım fiziki məhdudiyyətli xanımdır. Allah köməyiniz olsun. Allah razı olsun. Bizdə belə bu halları yaşayan insanlarımızın hamısı köməyi olsun və dövlətimiz əsirgəmir və biraz da daha çox əsirgəməsin belə insanlarımızdan öz qaygısını. Çünki yəni biz bir hər də olsa bir başımızı dinləyirik, amma qardaşlara, bacılarımıza mənim ki, birinci növbədə fikir ayrılmalıdır, yer ayrılmalıdır, qayğı ayrılmalıdır. Allah köməyimiz olsun. Amin inşallah. Anar bəy, bir imkan var mı bir 20 saniye bir canlı bir canlı rap bizim bu dinləyicinin arzusunu ürəyində boyunlayaq. Canlı rap deyərəm, amma 20 saniye 30 saniye çox yox. 20-30 saniye. Yəni ürəyiniz üzərində istəyir problem deyil. Yəni biz sizin üçün sizə əziz və bəstəmliyik. Ya mən flash kartı götürmüşdümsə orada məndə Ağızda, Anar bəy, canlı, Anar musiqi olacaq, yəni üstündə canlı gəlir. yox, elə belə. Hələ belə olsun. Bəli. Problem deyil. Allah razı olsun. O zaman söz sizin. Mövzun olsun. Bəstəfə, ürəyin nə istəyir? Bəstəfəm az, bugün gəlmiş nağılbaz, dostları salamlayır. İnşallah olsun xayır, həyatımız bu sayaq, açılır hər gün sabah. Günlərimiz beləcə gəlib keçir, möcüzə. İnşallah Allah bizə göstərər bir möcüzə. Və bugün qardaşımın yanında olmaq ilə böyük fəxr sayıram. Yenə arzulayıram, bir gün yenə gələcək, insanlar dinləyəcək, hamımız xeyirli olsun deyəcək. Bəstəfəmin yolları, geniş olsun qolları. Xırdalanda yığışdıq, bugün bu cür qızışdıq. Nə deyim valla yenə? Təşəkkür edirəm. Həqiqətən çox gözəl arzuydu. İllah yerinə düşdü. Təşəkkür edirəm Anar bəy. Və dəyərli dinləyicilərimiz, Bəstəfə Mazhar Rəsmli hal-hazırda studiyamızda Anar nağılbazı və SMS-lərimiz var. 67-46'dan gəlib bizə Moskvadan Dimitrov şəhərindən gəlir. Məndən yaxın dostumdur.
dostumdur, xanımdır, Xatirə xanım. Yazıb, salamlayıram, necəsiniz? Təşəkkür ederim. Qonağınız Anar bəyə salamlayıram. Xoş gəlib Anar bəyin repi məni keçmişimə Bakıda yaşadığım illərə qaytardı. Allah səsinə qüvvət versin. Təşəkkür edirəm. Aydan xanım yazıb bizə. Axşamınız xeyirli olsun Agil bəy. Sizi salamlayıram. Anar bəyi də salamlayıram. Həqiqətən də bugün mənim gözlərim doldur. Anar bəyi həqiqətən çox istəyirik. Allah Anar bəyin övladlarını xoşbəxt eləsin deyirəm. Həqiqətən Anar bəy sözünü deyən bir şəxsiyyətdir. O gün olsun ki, Anar bəyin səsi daha zirvələrdən. Artıq Anar bəy imzasını çəkmiş bir reperdir. Anar bəy sizi həqiqətən çox istəyirəm, çox sevirəm sizi. Allah ölkəmizin imzasını heç vaxt ölkələr imzası içərisindən əski eləməsin. Və şübhəsiz ki, ölkəmizin adı olan yerdə bizim də bir kiçicik nəsə bir tarixçəmiz xatirələrdə qalacaq. Amma əsas əlbəttə ki, bu dövlətdir və bu dövləti yaşadan, bu dövlətdə yaşayan insanlardır. Mən də öz növbəmdə eşq olsun sizlərə deyirəm. Təşəkkür edirəm. SMS-lərimiz var. 67-47-dən Asif Qasımov yazıb bizə. Salam Agil bəy, Ramin, Ayan, Emin, ailəm sizləri salamlayır. Qonağın Anar bəy xoş gəlibdir. Sahil qəsəbəsindən salamlar. Eşq olsun qardaşım. Təşəkkür edirik. Hər kəsə təşəkkür edirik. Dəyərli dinləyicilərimiz, verilişimiz davam edir. 8 dəqiqəmiz var və bir repekiz alaq və yeni studiyamıza gəlsin. Gözəl bir rep BSFM Radyosunda sizsə bizə yazıb göndərməkdə davam edirik. Bəli, əziz dinləyicilərimiz, verilişimiz davam edir. Hal-hazırda saatlarımız 19:59 göstərir və mən isə təbii ki, son SMS-ləri oxumaq istəyirəm. SMS-lərə stop deyirəm, dəyərli dinləyicilərimiz. Stop, artıq 67-48 Rahmi Məhəmmədzadə yazıb, salam Agil, necəsən dəyərli qardaşımız, Anar Nağılbazı salamlayıram, ona ancaq can sağlığı arzulayıram. Təşəkkür edirik. Asif Qasımov yazıb ki, Agil bəy, sizi və qonağınızı qonaq çağırıram. Buyurun gəldi sahil qəsəbəsinə. İndi burada oturmuşuq, qəşəng bir çay süfrəsi. Asif, təşəkkür edirəm Asif, millətlərəm. Amma ki, bunu getməmişdən qabaq deyərlər ki, mən də Anar bəyə zəng deyərəm ki, Anar bəy, bizim arxamıza maşın gəlib, gedik sahil qəsəbəsini yeyib içməyə. Amma artıq gezdir Asif, təşəkkür edirəm. Bir də belə bir məsuliyyətsizlik eləsə, sənlə qardaşları bitirəcəm təbii ki. Və Anar bəy, sonda son sualımız bizim dinləyicilərimizə arzunuz və bizim radyomuza arzunuz. Abi, bu sual deyil, həqiqətən də bu ürəkdən gələndir. Ki, mən ümumiyyətlə sənin bu bir çoxlarının bacarmadıqlarını bir halda sən etdiyin, bacardığın işlərə görə sənə təşəkkür edirəm, sənin ətrafında olan komandana təşəkkür edirəm və inşallah mən sənə dəstək olan bütün bu kollektivə dəstək olan insanlara, şirkətlərə təşəkkür edirəm ki, arzu edirəm ki, inşallah şübhəsiz ki, qolumuz qanadımız biraz da geniş olsun, biraz da inşallah daha çox çırmayasınız əllərinizi və daha böyük işlərə imza atasınız. Bu belə də olacaq Allah qoysa, çünki adınız da BEST-dir. Mən inanıram ki, BEST adı, yəni bu bir möhür kimi inşallah özünü təsdiq edəcək. Artıq necə ki, öz addımlarında təsdiq etməkdədir. Və abi, birinci sənin özünə, sənin müavinin qardaşımıza, Tural bəyə can sağlığı, uzun ömür, ailə səadəti, bütün insanlarımıza, dinləyicilərimizə də həmçinin, yəni bu vaxtlarından ayrı bizi dinlədikləri üçün, bizə bu öz sualları ilə qatıldıqları üçün, öz arzuları ilə qatıldıqları üçün təşəkkür edirəm. Həmişə Bəst FM-i dinləyin, qalın Bəst FM-də. Bəst FM sizin FM-dir, sizin radiodur və inşallah ki, daha böyük nailiyyətləri bir yerdə Allah qoysa atlayacağıq. İnşallah. Və inşallah. Və belə bir mən də təklif elədim, niyə də olmasın. İnşallah Bəst FM-də Agil bəyin bu gözəl layihəsində
biz də bir layihə götürüb İnşallah. İnşallah bir işə imza atacağıq. İnşallah, seve-seve. Anar bəy, çox sağ olun gəldiyinizə görə, dəvətlərinizi yerə salmadınız. Allah razı olsun sizdən deyirik. Təşəkkür edirik sizə. Mən təşəkkür edirəm. Çox sağ olun. Hörmətli dinləyicilərimiz, verilişimizin sonuna gəldik çatdıq. Bugün axşama doğru verilişinin qonağı bizim dostumuz, yaxın qardaşımız, gözəl insan, sadə insan, Anar Nağılbaz idi. Rehdə sözünü deyən ilk insandır ki, o da Anar Nağılbaz idi. Sabah inşallah 19 aprel saat 19:00-da bizim dəyərli dostumuz reper Ramil Nabran gələcək inşallah. Ramil Nabran da çox gözəl, həqiqətən artıq 20 ildir sənətdə olan və sözünü demiş bir sənətçidir. Sevin, dinləyin, inşallah 5 dəfəmdə də alın. İnşallah. Və Ramil Nabran'ı da sabah dinləməyi unutmursunuz. Çox maraqlı olacaq. Gecəniz xeyir qalsın.